Hər kəsə salam, sabahınız xeyir olsun. Səhərimiz açılıb, blinçik hazırlayıram səhər tezdən. Bizim blinçiklər deməli nə ilə olacaq? Zquşyonu ilə. Kim istəsə zquşyonu ilə, kim istəsə smetana ilə, ya da ki pavidla. Mən pavidla dünən gətirmişəm, birinci mərtəbədən yayda bağlamışdım aprikos pavidlası. Onu da açacağım və onunla qəşəng blinçiklərimizi yeyəcəyik. Bugün bizim ataşkamız evdədir və o belə şeylər yemir, blinçikləri xoşlamır. Ətlə olanda, içi načinka ilə olanda qəşəng yeyir, amma belə zquşyonka ilə belə xoşlamır. Ona görə ona yumurta qızartdıq, özümüzə isə belə gözəl blinçiklər, belə hər birimizə nuş olsun. Axırıncı partiya kotletim qalıb. İndi bunu da qızardım və salam. Bunu hazırladım. Burada qreçkadır. Demək olar ki, hazırdır. Az qalıb. 5 dəqiqədə belə saxlayayım. Sonra çıxardacağım. Burada isə su tökmüşəm. Orada makaron qaynadacağım. Kimsə qreçka yeyəcək, kimsə makaron. Bizdə qreçka hamı xoşlamır. Yoldaşım misal üçün qəti yemir. Qızlar xoşlayırlar. Murad gah xoşlayır, gah xoşlamır. Ona görə onlara makaron eləyəcəm. Bizə isə qreçka kotletdən. Belə. Ümid edirəm ki, bu boyda yemək 2 günlük olacaq. Axır vaxtları çox bezirəm yemək hazırlanmağa. Amma lazımdır. Mən bütün günü qaça-qaçdayam. Uşaqları aparıram, gətirirəm. Sonra başqa yerə öz işimin dalınca gedirəm.
evə gələndə, evdə yemək hazır olanda elə sevinirəm. Tez onu götürürəm, tarelkaya tökürəm, isidirəm mikrovolnovkada və qəşəng yeyirəm. Amma evə gəlirsən ac və soyuducu bomboş, yəni hazır yemək yoxdur. Oje çox əsəbləşirəm. Amma belə hazır yeməklər olanda çox sevinirəm. Belə. Nəsə indi bunu axırıncı partiyanı qızardım. Sonra qoyacağam suyu qaynasın, makaron qaynadacağam. Burada yer yoxdur deyə, burada qaz balacadır. O gec qaynayacaq. Ona görə bu kotleti hazırlayım, sonra bura qoyacağam suyu. Elə bu qazda qoy qaynasın. Belə. Mən həmişəki kimi mətbəxdə qazın yanında. Uşaqlara belə lavaşda hazırlayıram. Deməli burada pişmiş sosiskadır və pendir çörkadan keçirtdim və načinkanı qəşəng qarışdırdım və bura. Bu lavaşı mən Neftçilərdə almışam. Bacımgilə getmişdim, qonaq getmişdik uşaqlarla birlikdə və bibim də ora gəlmişdi. Oturduq, qəşəng yedik, içdik, söhbət elədik və bibim dedi, gedək bazara. Fırlanaq, baxaq görək vəziyyət necədir, qiymətlər, zat. Sizi götürmədim, çünki belə video çəkəndə baxış sayı az olur deyə, ona görə telefonla çölə çıxmıram. Belə baxın, bu lavaşdan 30 dənəsi 1 manata almışdım. Hər bir paketdə 10 dənədir. Mən 3 paçka götürmüşəm. 3 dənəyə 1 manat pul verdim. Görürsünüz necə də gözəl qiymətlərdir. Adi bizim marketlərdə bu lavaş 1 manatadır deyəsə. Yoxsa 80 qəpik. Burada artıq hazır lavaşlardır. Bunu uşaqlara isidirəm. Çevirim. Belə. Bunu yağsız da qızartmaq olar, adi quru tavada. Amma uşaqlara belə yağda qızardıram, belə daha dadlıdır. Yağ çox eləmirəm. Bir damcı bəs eləyir. Vəsə, bu isə ikinci partiyadır. Bunu da indi bura doldururam. Bir əllə bükmək çətin olur. Ona görə sizinlə burada söhbəti bitirirəm və işimi görməyə davam eləyirəm. Birinci partiya məndə hazırdır və ikinci partiyanı qızardıram. Burada yağ az qalıb. Belə qızardıram. Daha yağ əlavə eləmirəm. Belə. Qaz nəsə artıb. Onu biraz azaldaq ki, yanmasın. Yağ əlavə eləmək olar, amma mən eləməyəcəm. Çünki bundan sonra daha qızartmayacağım. Elə burada nə var? Hamısını təmizləyək və bu da qızarsın. Qoy bunlar hazır olsun, həm soyusun, sonra uşaqların konteynerləri yığacağım. Görün mən özümə nə almışam. Bu ayaqdır, malın ayağı. Mən xoşlayıram. Ayaq dəhşət çox sevirəm. Yoldaşım amma xoşlamır. O qarın xoşlayır. Bu xaş zat hazırlayanda xaşın içində qarın olsun. Amma mən ayaq sevirəm. Və ona görə özümə bircə dənə götürmüşəm. Bilirəm ki, uşaqlar da bunu yeməyəcək. Özümə götürdüm. Bunu 2 yerə böləcəm. Bu 2 dənəni indi bişirəcəm. Bu 2 dənəni saxlayacağam gələn dəfəyə. Çünki bu hamısını bişirsəm, bu mənə çoxdur. Dəhşət çox xoşlayıram ayaq. Bu xaş zat hazırlayanda yalnız ayaqlarını yeyirəm. Qarın zat onu xoşlamıram. Yeyirəm, amma elə də xoşlamıram. Ən çox ayaq xoşlayıram. Bu çox faydalıdır. Vitaminlərdir, kalsiyadır və başqa şeylər var. Belə. Özümə balaca belə qazan götürmüşəm və bu balaca qazanda bu 2 dənəni qəşəng yuyum, su töküm, qaynadım, bişirim və qəşəng iştahla yeyim. Bunu isə buzluğa qoyacağam gələn dəfəyə. Göyərti doğramışam. Soyuducuda göyərti var idi. Baxdım ki, xarab olmaq istəyir. Hamısını xırda-xırda doğradım və bunu buzluğa qoyacağam. Belə hazır göyərti doğramış olanda mənə çox rahat olur. Yemək hazırlayırsan və sırazu göyərti götürürsən, üstünə səpirsən və salam. Doğramaq
lazım olmur. Bu taxtanı hər dəfə çıxart, üstündə doğra, sonra yu, qoy yerinə bezdirici bir işdir. Amma belə hazır göyərti olanda mənə belə rahatdır. Burada isə toyuqlara yığmışam. İndi aparıb onları yedizdirəcəm. Belə, həmişə bir xörək hazırlayanda yanında bir paketin içinə bu tərəvəzlərin qabıqlarını, zat hər bir şeyi belə yığıram və aparıb toyuqları yedizdirirəm. Burada isə lobya hazırladım. Belə kartoşkalı, soğanlı, pomidorlu belə lobya bizdə hamı xoşlayır, kartoşkalı. Soğanla, şeylə də, yumurta ilə də arada bişirirəm, amma belə kartoşka ilə və pomidorla belə daha çox xoşlayırlar və burada mənim xaşım demək olar ki, hazırdır. Ay, burada bilirsiniz necə iyilər var mətbəxdə. Bir gözəl iyilər var ki, adam bunu indi yemək istəyir, amma məncə hələ ki hazır deyil. Qoy biraz da pişsin. Bir də indi vilka ilə yoxlayacağım, görüm ət pişib orada yoxsa yox. Hələ bunun yağına baxın, görürsünüz nə qədər yağ çıxdı. Belə. Görün indi mən nə yeyəcəm. Bizdə günorta vaxtıdır. Özümə xaş isitdim və pəhpəhlə indi yeyəcəm. Uşaqlara sup hazırladım. Vermişeli supu. Onlar vermişeli supu yeyirlər. Mən isə bu ən dadlı yemək yeyəcəm. Xoşlayıram xaş. Özdə ayaq dəhşət xoşlayıram. Bunu isitdim və indi gedib yeyəcəm. Uşaqlar qorxdular bunu yeyəndə. Elə bildilər ki, bunlar yeyəcəklər. Amma mən onları sevindirdim. Dedim ki, yox, bunu sizin mamaçkanız yeyəcək nəsə. Dedim, bunu qəşəm yeyim. Və istədim sizə biraz motivasiya çəkim. Videonun əvvəlində yeməklər hazırlamışdım. Bunlar deməli dünənki kadrlar idi. Dünən hamısını hazırlamışdım. Bugün isə səhər durdum və baxdım ki, yeməyim var. Uşaqlarla dərsimizi yazdıq, işimiz bitdi və bugün tənbəllik günüdür. Heç bir şey eləmək istəmirəm. Məndə arada belə şeylər olur. Havalar soyuq olanda, günəş çıxmayanda, onda həmən günü ancaq və ancaq uzanmaq istəyirəm. Başqa heç bir şey eləmək istəmirəm. Demək olar ki, günortaya kimi yalnız uzanmışdım, başqa heç nə eləmirdim və birdən beynimə elə bir ki, stuk kimi bir şey vurdu. Düşündüm, bütün gün belə uzansam, sonra daha da çox passivləşəcəm. Ondan sonra durum, özümü motivasiya eləyim, qalxım, biraz polları silim, evi səliqəyə salım və başladım pilisoslamağa. Pilososlayanda birdən yadıma düşdü ki, niyə mən sizsiz eləyirəm, sizinlə birlikdə eləyim, həm sizi də motivasiya eləyim. Çünki bilirəm ki, qızların çoxsu havalar belə bozluq olanda heç bir şey eləmək istəmirsən və dedim sizi də biraz motivasiya eləyim, birlikdə evimizi səliqəyə salaq. Və vloqda əgər polları silirəmsə, mütləq videonun altında rəy yazırlar qızlar ki, polu necə silirəm ki, orada iz qalmır, əskinin izi qalmır. Əslində qalır, sadəcə indi hər yerdə xalçadır deyə görsənmir. Amma ki, artıq mən çıxış yolu tapdım. Polları siləndə mütləq laminata fikir verin. Görün laminat necə düzülüb və onunla bir rədlə belə silin. Bilmirəm sizə belə necə başa salım, amma yəqin ki, inşallah ki, başa düşdünüz. Misal üçün bu dəqiqə görürsünüz, bizim laminat belə uzun-uzun qoyulub da, mən elə belə düz gedirəm. Əyri gedəndə, misal üçün, protiv polları siləndə, onda əskinin izi qalır və belə də quruyur, iz qalır. Amma laminat necə düzülübsə, o qaydada polları siləndə, xəttdən çıxmasan, onda əskinin izi heç vaxt qalmayacaq. Bunu da mən təzəlikcə öyrəndim və dedim, mütləq sizə videoda bu haqda danışacağım. Çünki bilirəm qızların çoxsu polda iz qalmasın deyə əziyyət çəkirlər, polları silirlər və həmən dəqiqə orada iz qalır. Və dedim sizinlə bölüşəcəm, amma hər dəfə unuduram. İndi isə video montaj eləyəndə və rəy gəlmişdi, yenə də o barədə rəy gəldi.
köhnə videoların birinin altında yazmışdılar. Orada mən motivasiya video çəkmişdim. Ev təmizləyirdim. Qızlar yazmışdılar ki, polu necə silmək lazımdır ki, orada iz qalmasın. Əslində o videoda da mən polları siləndə iz qalmışdı. Sadəcə videoda görsənmir də. Amma indi bundan sonra bu lifehackı biləndən sonra daha iz qalmır. Bir də hamı soruşur ki, laminatı necə təmiz saxlamaq olar? O toz yığır, həmişə üstündə xırda-xırda tüklər olur, toz öz-özünə toz əmələ gəlir. Əslində bizdə də belə bir problem var. Pəncərə bağlı olsa da, qapılar bağlı olsa da, indi uşaqlar o qədər də tez-tez çölə çıxmırlar da. Havalar biraz sərindir. Həm məktəbə gedirlər, gec gəlirlər evə qaranlıqda. Çöldə o qədər oynamırlar və gün ərzində ancaq evdə oluruq da. Çöl qapımız açılmır, pəncərələrimiz açılmır. Yenə də bu divanın altında, kreslonun altında belə qəribə toz yığılır. Belə necə başa salım sizə, tük kimi də yumru-yumru yığılır və orada belə durur. Çox qəribə tozdur və bir neçə nəfərdən soruşmuşdum qohumlardan, hansında ki laminat var. Onlar da belə problemli deyirlər, yəni onlarda da belə bir şey var. Laminat öz-özünə toz yığır. Bilmirəm, o laminatın altından çıxır, yoxsa necə olur, o prosesdən xəbərim yoxdur. Amma bilirəm ki, misal üçün polları silirəm və bizdə ayaqlıdır deyə, divan, kreslo ayaqlıdır və divanda oturanda həmişə kreslonun altına baxıram və görürəm ki, orada artıq belə tük kimi yığılıb da nəsə. Saç deyil, amma tükdür də belə əməlli başlı yumru yığılır və qalır orada. Yenə də gedirsən oranı plisoslayırsan və üstündən bir neçə saat keçir, görürsən ki, yenə də orada belə toz yığılır. Bilmirəm bu nədir, amma həqiqətən də bu laminat heç yaxşı bir şey deyil. Biz laminatı nəyə görə qoymuşuq? Çünki bizdə evdə isti poldur, bizdə radiatorlar yoxdur və istədiyin başqa bir şeyi sən polları düzə bilmərsən. Misal üçün parketdir, sonra adi laminatlardır, belə şeyi eləyə bilmərsən. Yalnız isti pol üçün olan laminatı düzməliydik və bunu biz seçdik və indi də bundan əziyyət çəkirəm. Yerdə iz qalmasın deyə bu barədə sizə videoda göstərəcəm, danışa-danışa göstərəcəm. Çünki mənə elə gəlir ki, siz başa düşmədiniz mən necə deyirəm və burada sizinlə artıq yavaş-yavaş sağollaşacağam. Ümid edirəm ki, bu axırıncı dəqiqəyə kimi baxmısınız. Yeni izləyicilərdən bir xahişim var. Əgər kanalıma abunə olmamısınız, mütləq dəstək üçün abunə olun. Rəy bölməsinə smaylik saxlamağa və like eləməyə unutmayın. Hər bir elədiyiniz hərəkət mənim videomu qabağa çəkir. Mən isə öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda inşallah ki görüşərik. Hələlik.